Əziz izləyicilərimiz, bu gün sizlərə İstanbulda təhsil almaq fürsətindən danışmaq istəyirəm. Əgər bakalavr, magistratura və ya doktorantura pilləsinə imtahansız qəbul olub keyfiyyətli təhsil almaq istəyirsinizsə, doğru ünvan Beykent Universitetidir. 1997-ci ildə İstanbulda qurulan Beykent Universiteti Türkiyənin aparıcı özəl universitetlərindən biridir. Bu universitet təkcə akademik deyil, eyni zamanda mədəni və ictimai cəhətdən də zəngin mühitə sahibdir. Təsəvvür edin ki, tanınmış komediya ustası Levent Kırca, keçmiş baş nazir Ahmet Davutoğlu və keçmiş təhsil naziri Ömər Dinçer kimi şəxslər də bu universitetdə dərs deyib. Bu, universitetin akademik nüfusunu və cəlbediciliyini bir daha göstərir. Beykent Universitetinin Sarıyer, Böyükçekməcə, Esenyurt və Beyoğlu kimi İstanbulun 4 fərqli və strateji bölgəsində kampusları və özünə məxsus yataqxanası da mövcuddur. Bu da tələbələrə həm şəhər həyatını, həm də rahat təhsil mühitini bir arada yaşamaq imkanı verir. Üstəlik Beykent Universitetində əldə olunan diplomlar Azərbaycanda və bir çox digər ölkələrdə rəsmi şəkildə tanınır. Daha da önəmlisi, şirkətimizlə Beykent Universiteti arasında imzalanmış rəsmi müqaviləyə əsasən bizim vasitəmizlə müraciət edən tələbələr 50%-ədək təqaüd imkanından yararlana bilərlər. Bu, həm ailələr, həm də tələbələr üçün böyük maddi üstünlükdür. Əgər siz də Beykent Universitetində təhsil almaq və bu fürsətlərdən faydalanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz qəbul prosesinin hər mərhələsində sizə tam dəstək göstərməyə hazırıq.